Salam uşaqlar, hər vaxtınız xeyir. Sizə naturaldan 10 dənə tapşırığın izahını vermək istəyirəm ki, yay tapşırığı sizə biraz da rahat olsun eləmək. Gələk baxaq birinci tapşırığa. Sadə suallardır. Sadəcə olaraq biraz uşaqların nəzərindən qaçan suallardır. Deməli, deyir ki, verilmiş aralıqda neçə natural ədəd var? Birinciyə baxaq. Əgər hər ikisi düz mötərizədirsə, bu 100'dür. Deməli, hər ikisi düz mötərizədirsə, yadınızda qalsın. 100-dən. Bəzi uşaqlar tez bunu götürür, 20, 100-dürsə, deməli, burada 80 dənə ədəd var, amma elə deyil. Deməli, nə eləyirsiniz? 100-dən çıxırsınız, 20-ni üstünə də 1 gəlirik. Cavabımız oldu 81. Bir də deyirəm, əgər düz mötərizədirsə, daxildir, bu demək ki, burada həm 20 daxildir, yəni sayanda 20, 21, bu qayda ilə gedirik, 100-ün özünü də götürürük. Cavab oldu 81. Əgər ikincisi 20 ilə biri daxil olmasa, 20 daxildir, 100 daxil deyil. O zaman yenə 100-dən 20-ni çıxırıq və üzərinə heç bir şey əlavə eləmirik. Biri daxil deyilsə, sadəcə və sadəcə çıxırıq. Gəldik bunun sonuncusuna. Heç biri daxil olmayanda 20-dən 100-ə qədər neçə dənə ədəd var? Bu zaman çıxırıq 100-dən 20-ni, bir də alınan cavabımızdan 1 çıxırıq. Cavabımız da oldu 79. Vəssalam. Deməli, hər ikisi daxil olanda çıxıb üzərinə 1 gəlirik. Biri daxil deyilsə sadəcə çıxırıq. Heç biri daxil deyilsə çıxıb alınan cavabdan da 1 çıxmaq lazımdır. İkinci sualımıza baxaq. N bərabərdir 6 vur 4 vur 5. Neçə sadə bölən var? Sadə bölən bilirik ki, müxtəlif olanların hərəsindən birini götürür. Uşaqlar buna baxanda götürür 1, 6, 1, 4, 1, 5, ancaq belə olmaz. Çünki 6 ilə 4 mürəkkəb ədəddir. Əvvəlcə bunu sadə vuruqlara ayırırıq. 6-nın yerinə yazırıq 2 vur 3. 4-ün yerinə yazırıq 2 dənə 2. 5 də özü sadə ədəd olduğuna görə elə 5. İndi sadə bölən deyəndə hərəsindən bir dənə götürürük. Bir dənə 2-ni seçdik, bir dənə 3-ü, bir dənə də 5. Deməli, 3 dənə sadə böləni var. Gələk baxaq 3-cü sualımıza. N bərabərdir 6 vurulsun 7 vur 8 vur 9 vur 10 vur 11 üstə gəlinsin 18 deyir. 16-ya bölünməsindən alınan qalığı tapın. Bizim qaydamız var ki, vuruqları, toplananların hər biri, məsələn, 15 ilə 10-a baxırıq. Hər biri 5-ə bölünürsə, deməli, elə bunların cəmi də 5-ə bölünür. Həqiqətən baxırıq ki, 25-də bölünür. Burada da həmin qayda ilə toplananların hər birinə baxacağıq. Deməli, bizim toplananlardan biri, bax, bura qədər olan hissədir. Burada neçə idi? 18 idi. Bizim toplananlardan biri, bax, bu hissədir. Ortada üstə gəl. Bu isə bizim ikinci toplanan. Deməli, bunun hər biri ayrılıqda 16-ya bölünməlidir. Gələk baxaq. Burada 8 var. 6-nın əvəzinə 2 vur 3 yazanda 2 dəfə 8 16 edir. Deməli, bura qədər olan ədəd 16-ya tam bölünür. Bu hissə 16-ya tam bölündüyünə görə daha bu hissəyə baxmayacağım. Eləcə bu hissəni. Elə bil bunu böləndə qalıqda 0 qaldı da. 0-ın üstə 18 gələndə 18. 18-i də 16-ya böləndə qalıq neçə olar? 2 olar. Gələk baxaq növbəti 4-cü sualımıza. 4-cü sualımızda deyir ki, fərq azalandan 52 vahid kiçikdir. Azalan, çıxılan fərq yerini qoyuruq. Azalan, çıxılan fərq. İndi bizə deyir ki, fərq azalandan 52 vahid kiçikdir. Fərqi bilmirəm nədir. Bura x yazdım. Bu fərq azalandan 52 vahid kiçikdirsə, deməli, bura x üstə gəl 52-dir. Bu uşaqlar bəzən bu sualı qarışdırır. Sadə bir sualda, amma səhv salırlar. Ona görə bu sualda qeyd eləmişəm. X üstə gəl 52 deyir ki, azalan, çıxılan fərqdir də. Bizdə bax, altından da qoyuram. Azalan, çıxılan fərq. İndi deyir ki, fərq azalandan 52 vahid kiçikdir. Yəni, fərqi bilmirəm nədir. X qoydum, bura x plus 52 qoydum. İndi deyir, çıxılan neçədir? X üstə gəl 52-dən neçəni çıxsaq, eləcə x qalar. Təbii ki, 52-ni çıxsaq. Onda elə çıxılan neçə bərabərdir? 52-nin özünə bərabərdir. Gəldik, baxdıq 5-ci suala.
Deyir ədədlərin sonuncu rəqəmini tapın. Birincisi 13 üstü 14. Bizim qaydamız var idi. Qayda izahında vermişəm. Sonu 3 ilə bitən ədədlərin sonuncu rəqəmini tapdıqda qüvvəti 4-ə bölüb təkcə qalığı yazırıq. 13 üstündə 14-ü 4-ə böləndə qalıqda 2 düşür. 13 üstü 2, 3 dəfə 2, 9. Deməli, bu ədəd neçədirsə, bunu heç kalkulyatorla da 13-ü 14 dəfə vurub deyə bilmərik neçədir sonuncu rəqəmi. Biz sadəcə bu üsulla sonuncu rəqəmini tapırıq. Ədədin özünü tapa bilmərik. 3-ün kvadratı 9. Deməli, bunun sonuncu rəqəmi oldu 9. Gələk baxaq B bəndinə. 24 üstü 22. Sonu 4 ilə bitən ədədlərin qaydasında vermişdim. Sonu 4 ilə bitən ədədlərin üstü cüt idisə, sonuncu rəqəmi neçəyə bərabər idi? 6-ya bərabər idi. Bura 21 olsaydı və yaxud 11 olsaydı, fərqi yoxdur. Tək ədəd olsaydı, sonu 4 ilə bitən ədədlərin qüvvəti tək olanda sonuncu rəqəmi 4-ə bərabərdir, cüt olanda 6-ya bərabərdir. Gəldik sonuncu C variantına da baxaq. Bizə verib ki, 45 üstü 18. Bu qaydamızı da demişdik. Sonu 1, 5, 6 ilə bitən ədədlərin qüvvətinin neçə olmasından asılı olmayaraq sonuncu rəqəmi həmişə özünə bərabərdir. Sonra 6-cı sualımıza baxaq. 6-cı sualımızda yazıb ki, A-nın B-yə nisbəti bərabərdir 2/5 olarsa əkob AB-ni tap. Bu zaman deməli necə eləyirik? A-nı götürürük 2K, B də bərabər olur 5K-ya. Həqiqətən A-nın yerinə 2K, B-nin yerinə 5K qoysaq K-lar ixtisar gedər. 5-də 2 qalar. İndi gəlib bunun əkobunu hesablayaq. Əkob 2K, bu da 5K. Burada bu deyə bilərdik ki, əkobun ən kiçik qiymətini. Əslində bu qədər sadəcə belə əkobu tapmaq biraz düzgün ifadə deyil. Bilirdik ki, hərf olan əkoblarda hərf mütərizə xaricinə çıxır. 2 ilə 5 qalır. Bu da bərabər olur. 2 ilə 5-in əkobu bilirik ki, hər ikisinə bölünən ən kiçik ədəd 10-dur. 10 vurulsun K. Burada sualda belə deməli idi. A ilə B-nin hansı ən kiçik qiymətində? Ən kiçik qiymət, hansı ən kiçik natural qiymət olması üçün də K1 cavabı da 10 götürə bilərdik. Amma ifadə olaraq hal-hazırda bu şəkildə qalır. 10K. 7-ci sualımıza baxaq. 7-ci sualda yazıb ki, əkob 2x, 5x bərabərdir 30 olarsa. 2-nin x-i mötərizə xaricinə çıxardıram. Əkobda qaldı əkob 2 ilə 5 bərabərdir deyir 30 olarsa. 30 olarsa. Deməli, x vurulsun. 2 ilə 5-in əkobu bilirik ki, 10-dur. 10 bərabərdir 30. X-i tapdıq 3. İndi bizə deyir ki, əbob 3x-la 5x-i tap. Əbob 3x-la 5x. 3x-la 5x. Yenə x-i mötərizə xaricinə çıxardanda qaldı əbob 3-lə 5. 3-lə 5 qarşılıqlı sadə ədədlərdir. Ortaq böləni yoxdur deyə əbobu 1-ə bərabərdir. Qaldı x vur 1. X-in da cavabını yuxarıda 3 tapmışıq deyə 3 vur 1 cavabımız olar 3. 8-ci suala baxaq. Üstəgəl 1. Deyir, bu ədədin 4-ə bölünməsindən alınan qalığı tapaq. 4-ə bölünmənin qaydası qalığı tap deyəndə ədədlər özləri ləğv olunur, yerinə qalıqlar götürülür, böyük ədədlər. 4-ə bölünmə əlaməti bilirik ki, son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə bölünür. 42-ni 4-ə böləndə qalıqda 2 qalar. Deməli, bu ədədim ləğv oldu. Bunun yerinə 2-ni götürdüm. Üstəgəl. Yenə eyni qayda ilə bu ədədi 4-ə böləndə qalıq. Deməli, 55-i 4-ə böləndə qalıq neçə düşəcək? Bir dəfə 15-in içində 3 dəfə 12 qalıq 3. Deməli, bu ədədimizi də ləğv elədik. Bunun da yerinə yarandı 3. Kvadratı üstəgəl. Bu da sadə hesablamada eləyə bilərik. 2-nin üstə 3 gələndə 5. 5-in kvadratı 25, üstünə 1, 26. 26-nı da 4-ə böləndə qalıqda düşər bizdə 2. 26-nı 4-ə böləndə qalığımız neçə düşəcək? 2. Vəssalam, bu da bizim 8-ci sualımız. 9-cu suala baxaq.
9-cu sualda deyir ki, A və B-nin ortaq olmayan sadə vuruqlarının hasili 8-dir. Ortaq olmayan sadə vuruqları bilirik ki, C ilə ifadə eləyirik. Əbub AB 45-ə bərabərdir. Əkob AB-ni tapaq. Aha, bu da çox sadə sual imiş. Deməli, bizim düsturumuz var idi. C bərabərdir. Əkob bölünsün Əbub. Bundan istifadə edib tapaq. Əbubun cavabını özü verib 45. C-nin də cavabı 8-dir. Əkobu soruşur. C-ni yerinə 8 yazdım. Əkobu bizdən soruşur. Bilmirəm nədir. Elə Əkob AB olduğu kimi qaldı. Əbub AB-nin də yerinə bizdə cavabda neçə verib? 45 verib. 45 verib. Buradan da Əkobu tapanda 8-in məxrəci yoxdursa 1-dir. Çarpaz vuranda Əkob bərabər olur nəyə? 8-i 45-ə vuranda. 8 dəfə 5, 360. Bəs salam, Əkobumuz bərabər oldu 360-a. Sonuncu 10-cu sualımıza baxaq. Ədədindən hansı ən kiçik natural ədədi çıxsaq, fərq 12-yə bölünər. 58973-ə 58973 ədədindən deyir, hansı ən kiçik ədədi çıxsaq 12-yə tam bölünər, yəni qalıq düşməz. Məsələn, başqa bir kiçik nümunə ilə deyim, 23 ədədindən neçəni çıxsam 5-ə tam bölünər. Deməli, 23-dən kiçik 23-ü 5-ə böləndə qalıqda 3 düşür də, deməli qalığı çıxsam. Buradan da eyni üsulla bunu bölərəm 12-yə, qalıq neçə qalırsa deyərəm ki, həmin ədədi çıxandı. 58973-ü bölək 12-yə. 4 dəfə düşər, 5 dəfə 60 eləyəcək, çox eləyəcək, 48. Aha. Deməli, 109-un içində 12 görək neçə dəfə olar? 8 dəfə olar. Yəqin ki, 9 dəfə neçə olar? Baxaq, 9 dəfə 2, 18, 8 bir yadda, 9 dəfə 2, 18 bir yadda. 1 düşdü. Deməli, sonra bizə gəldi 7. Bunun içində bir dəfədir. Bunun içində yenə 4 dəfədir. Deməli, 58973 ədədindən 5-i çıxsaq 12-yə tam bölünər. Bu da bizim sonuncu sualımız.